Bura Samıq rayonunun Ziyatlı kəndinin ərazisidir. Fəzail müəllim Allah rəhmət eləsin. Həmən Fəzail müəllim idi ki, deyən ki, mən 1 kilo gilas almağa pulum yoxdur. 1 kilo gilas almağa pulun yoxdursa, Samıq rayonunun Ziyatlı kəndində 20 hektarlıq ərazi alıb. Mən özüm hal-hazırda Samıq rayonunun Ziyatlı kəndində yaşayıram. 3 dənə uşağa böyüdürəm. 3 dənə uşağa 1 qəpik hökumətdən pul almırıq. Onun qızı Günay Ağamalı, Fəzail qızı sosial şəbəkələrdə qalxıb deyir ki, uşaqlara nəyə görə valideynlərə biz uşaq pulu verməliyik. İndi ona mən sual verirəm ki, buradan bütün Azərbaycan Respublikasının jurnalistlərini də Samıq rayonunun Ziyatlı kəndinə dəvət edirəm. Bir gəlsinlər, bunu çəkiliş eləsinlər, görək bunlar bu 20 hektarlıq ərazini nə ilə alıblar burada. Artcanı burada zəbt eləyiblər. Buradan hamısını reşötkə salıblar. Bax, bu görünən panikin hamısı onlarınkidir. Hamısı onlara məxsusdur. Hətta qəbirstanlığın ərazisindən də zəbt eləyib, orada da ferma tikiblər. Hörmətli Azərbaycan Respublikasının sakini. Bax, o görünən də fermadır. Göründəki qəbirstanlıqdır, Ziyatlı'nın qəbirstanlığı. Oradan da oranı zəbt eləyiblər. Bax, bir belə ərazini bunlar hansı pulla alıblar? Deputat da bir belə ərazi alar mı? O görünən də panikidir, neçəl istifadə elədi. İndi də içinə gilas əkib, həmin adam idi ki, mən gilas almağa pulum çatmır. Bax, buraların hamısında hasar alıblar beləcə. O cümlədən artcanı da hasar alıblar. Əhali artcandan istifadə edə bilmir. Deyir, artcandan mən burada şəxsi özüm istifadə edəcəm. Əhali kanalizasiya suyundan sahələrini suluyurlar. Bunu üzümü tuturam o Səidə Bəkir qızına, çox günahın tərəfində denə durmasın. Gəlsin bu çəkilişləri burada yerində eləsin. Bax, bu görünən paniklərin hamısı bunlara məxsusdur. Ansa bağları, qoz bağları. Orada ağırot salıblar, bax orada da fəhlələr işləyir. Qardalar çəkdirirlər. Biz ona qarşıyacağımız yoxdur. Mənim sözüm ondan ibarətdir ki, bu deyir ki, valideynlərə nəyə görə uşaq pulu verməliyik? Nəyə görə də verməməlisiniz? Bir belə torpağı siz nəyə görə zəbt edirsiniz? Fermasına bax, ferma tikdirib orada. Ziyatlı'nın qəbirstanlığının ərazisində tikilibdir. Ha deysən ki, TikTok'a çıxmayacaq. İntihas adamı məcbur edirlər ki, TikTok'a çıxmağa məcbur olsa. Bax, artcanı zəbt olunubdur, artcan. Qırağı hasarlanıb, heç kim bura girib. Özün şəxsi malı kimi, devlətin çıxartdığı artcanı öz şəxsi malları kimi istifadə edir. Əhali də kanalizasiya suyundan istifadə edir. Bax, görünən bu bağlar hamısı bunlarınkidir. On 15-20 hektardan ibarət yerdir, ərazidir. Hələn bu Ziyatlı'da olan bir qismidir, Samığın ərazisində. Sobanavdallı kəndində də var idi, oranı satıblar. Bax, ərazi beləsinə hasara alınır. Bax, beləcənə hasar alır. Yaxşı, bu devlətin pulunu bunlar mənimsizdir. Mən mənimsəməmişəm ki, onunla da deyirlər, niyə uşaq pulu verək əhaliyə? Qoy bütün jurnalistlər gəlsin, çəksin bu Samığın bu Ziyatlı kəndini. O cümlədən də bax, bu artcanı zəbt ediblər. Əhali də bax, bu kanalizasiyanın suyu ilə sulamağa məcburdur. Çünki əhaliyə suyu buraxmırlar. Deyirlər, öz artcan bizim özü şəxsimizdir. Amma onu halbuki devlət çıxartmışdır. Qırağını da reşötkə vurublar. Hamısını zəbt ediblər, bax buraların. Bələdiyyə aid olan torpaqlardır. Orada da alınçanı salıblar salafanın arasına fevral ayından ki, alınçanı bazarda çıxartsınlar, baha qiymətə satsınlar. 4 dəfə üstünü küləyə aparıbdır.
Bu da panikdir. Bəlkə gəlib bu ziyaqdıda nəsə bir iş görübdülər. Bəlkə bir maşın şeybən töküblər. Mənim xəbərim yoxdur. Gəlsin ziyaqdı neçəmsə bir belə ərazisindən istifadə edir də. 2 maşın şeybən töksün. Bir maşın asfalt töksün. Qərbsandığın ərazisindən istifadə ediblər. Gəlsinlər 2 maşın asfaltdan oranı asfaltlasınlar. Türkiyə eləməzlər. Gətirib düzdür, bu sahələr əhalinin sahəsi olub. Bu sahələrə su verməyiblər, əhali məcbur olub satıbdır. Bunları onlar da gəlib alıb. Bu da yəqin ki, bura gətirən adam olubdur. Bir belə sahə. Hələm bu sahənin arxasından çəkirəm mən buranı. Bunun qavağı hələm zıppıltıdır. Mən bu kanalizasiya zavodunun batonkalarının yanından çəkirəm buranı. Buradan çəkirəm. Yəni artsan, devlətin artsanı olaraq ora heç kim girə bilmir. Çünki qırağı hasarlanıb. Suyu bunlar özləri üçün istifadə edirlər. Əhali də kanalizasiya suyundan sulanmağa məcburdur. O da birbaşa xəstəlikdir. Xəstəlik mənbəyidir.